İranda etirazlar güclənir, şəhərlərə od vurulur, polislə etirazçılar arasında qarşıdurma güclənir. İranın müxtəlif bölgələrində etiraz aksiyaları miqyasını daha da genişləndirir. Azad İran Telegram kanalı belə bir məlumat yayıb ki, ötən gün Lorestan əyalətinin Nurabad şəhərində də insanlar küçələrə axışaraq etiraz aksiyaları keçiriblər. Paylaşılan videolarda etirazçıların qarşılarında düzülmüş təhlükəsizlik qüvvələrindən doğru qorxmadan irəlilədiyi görünür. Kadrlar şəhərdə gərginliyin artdığını göstərir. Nümayişçilər aksiyalarda bu il qan ilidir, Xameyni devriləcək, nə Qəzza, nə də Livan, canım İran üçün fəda olsun kimi şüarlar səsləndiriblər. Ərak şəhərində də təhlükəsizlik qüvvələrinin etirazçılara hücumundan sonra gərginlik daha da artıb. Belə ki, nümayişçilər etirazları boğmağa cəhd edən təhlükəsizlik qüvvələrindən birini yandırıblar. Fars xəbər agentliyinin yaydığı məlumatda isə deyilir ki, İranın qərbində polislə qarşıdurmalar nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Lordegan şəhərində polislə etirazçılar arasında toqquşma baş verdiyi, ən azı 2 polis məmurunun öldüyü və bir neçəsinin yaralandığı barədə məlumatlar yayılmışdı. Press TV-dəki qərbdəki Kuhdəşt, İranın Kuhdəşt şəhərində də bir könüllü və bir bəsic üzvünün ölümü barədə məlumat vermişdi. Türkiyənin NTV telekanalı isə belə bir məlumat yayıb ki, İranın Loristan əyalətində yüksək inflyasiyaya qarşı keçirilən etirazlar zamanı baş verən ixtişaşlarda bir təhlükəsizlik əməkdaşı həlak olub, 7 nəfər isə saxlanılıb. İranda yüksək inflyasiya səbəbindən başlayan etirazlar 4-cü günündə davam edərkən ilk insan itkisi yaşanıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin qərbində yerləşən Loristan əyalətində keçirilən etirazlar zamanı Emir Hüseyin Xodayrifər adlı təhlükəsizlik əməkdaşının həyatını itirdiyini açıqlayıb. Etirazlar zorakılığa sürükləməkdə ittiham olunan 7 nəfər saxlanılıb. İranda etirazları zorakılığa çevirməyə cəhd etdikləri iddia edilən 7 nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Adının açıqlanmasını istəməyən mənbə əməliyyat zamanı 100 ədəd qanunsuz silahın ələ keçirildiyini, həmçinin bu silahların ölkəyə daxil olmasını təmin edən şəxslərin də müəyyən edilərək saxlanıldığını bildirib və digər bir mənbənin yazdığı məlumatda isə deyilir ki, İranda dərinləşən iqtisadi böhran fonunda kütləvi etiraz aksiyaları yanvarın 1-dən etibarən artıq 4-cü gecədir ki, davam edir. Etirazlar paytaxt Tehran başda olmaqla Həmədan, Yəsuc, Kuhdəşt, Rəşt və digər şəhərləri əhatə edib. Şahidlərin və yerli mənbələrin bildirdiyinə görə insanlar İran realının, yəni İran pulunun kəskin dəyərdən düşməsinə, qiymətlərin sürətlə artmasına, işsizliyə və ümumi sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq gecə saatlarında küçələrə çıxıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə şüar səsləndirən etirazçılar, polis kordonları və xaotik vəziyyət açıq şəkildə görünür. Məlumatlara əsasən İran təhlükəsizlik qüvvələri aksiyaların qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Bir sıra şəhərlərdə göz yaşardıcı qaz, su şırnaqları və xüsusi təyinatlı bölmələrdən istifadə olunduğu çoxsaylı saxlanılmaların həyata keçirildiyi bildirilir. Rəsmi dairələr əhaliyə sükut və dialoq çağırışları etsə də, hakimiyyət orqanları indiyədək böhranın aradan qaldırılması ilə bağlı konkret iqtisadi və ya sosial yol xəritəsi təqdim etməyib. Bu isə narazılığı daha da artırır. Analitiklərin fikrincə İranda etirazların uzun müddətli xarakter alması iqtisadi problemlərin təkcə qısa müddətli dalğalanma deyil, sistemli böhran mərhələsinə keçdiyini göstərir. Ekspertlər xəbərdarlıq edirlər ki, hakimiyyət real islahat addımları atmadığı təqdirdə etirazların miqyası daha da genişlənə bilər
Və son olaraq Fars agentliyinin yaydığı məlumatda deyilir ki, İranda polislə qarşıdurmalar nəticəsində ölənlərin sayı artıb. Məlumata görə toqquşmalar nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb, ölənlərin polis məmurları olduğu bildirilib. Bu arada dəyərli izləyicilər, İran prezidenti Məsud Pezeşkiyan ölkədəki keçirilən etiraz aksiyaları barədə danışarkən deyib ki, ictimai narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır. Pezeşkiyan vurğulub ki, əgər insanlar narazıdırsa, bu bizim günahımızdır. Günahı Amerika Birləşmiş Ştatlarında və ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir. Və bir daha qeyd edək ki, İranda dərinləşən iqtisadi böhran fonunda kütləvi etiraz aksiyaları davam edir və aksiya zamanı ölən və yaralananların olduğu bildirilir.